Moni xalça yuma mərkəzində xalçaların yuyulması 1 kvadrat metr 1 manat 50 qəpik. telefonlar 012 409 15 15 409 20 20. Sponsor Moni xalça yuma mərkəzi. Mənim yanımda heç özünü xoşbəxt hiss edirsən? Heç kimin yanında olmadığım qədər. Biz nə vaxt evlənəcəyik? Biz onsuz bir-birimiz üçün yaranmışıq. Biraz işlərim var. Onları həll edeyim, onsuz evlənəcəyik. Fərid, sənin bir sualım da var. Sən bugün nə yaman çox sual verdin? Yaxşı da. Söz verirəm, axırıncıdır. Bəs bizim oğlumuz olsa adını nə qoyaq? Açıq istəyirəm Murad olsun adı. Bilmirəm niyə, amma bu addan xoşum gəlir. Yaxşı. Bu kimdir? Qaynanan Şahnaz xanım. Alo. Hə, mama. Alo. Bəli Şahnaz xanım, buyurun. Nəsə olub? Yaxşı, narahat olmayın, gəlirəm. Gəlirəm, oldu. Ana qurban. Bax, mən gedirəm, indi tez qayıdacağam. Yeməyi pişirmişəm, gələnə qədər hamısını qutar, yaxşı? Yaxşı. Rəna, səndən bir şey xahiş eləyəcəm.
Amma qorxuram xoşuna gəlməyə. O nədir ki, xoşuma gəlməsin Şahnaz xala? Mən işlə əlaqədar Türkiyəyə getməliyəm. Bəs Fərid? Elə ona görə deyirəm ki, xoşuna gəlməyəcək. Mən nə etməliyəm ki? İstəyirəm Fəridə sən baxasan. İstəsən gəlib burada qalarsan. Boş otaqlardır, mən də burada yoxam. Problem yoxdur ki. Yox, problem yoxdur. Amma Muradı fikirləşirəm. Gərək mən birinci qardaşımdan danışım, razılığını alım. Ancaq ondan sonra sizə dəqiq cavab deyə bilərəm. Sən indi get evə, qardaşınla danış. Onu razı sal. Əgər razı olmasa, heç olmasa gündə bir dəfə gəl, Fəridin yeməyini ver. Narahat olmayın. Bacardığım qədər yanında olacağım Fəridin. Ana, Hə oğlum. mənim atam hardadır? Bu nə sualdı verirsən Murad? Bir gün uşaqlarla oynayanda ata hamısı atasından danışırdı. Murad atan başqa yerdədir. Gələcək. Ama sen atamla evləndi gəlinlik giyirsən. Biz bura niyə gəldik ki? Hansından xoşun gəlir? Elə indi seçdik. Seçirik demədim ki. Dedim hansından xoşun gəlir. Ana, tüm tam şekli var. Murad, bu haqda sonra danışarıq. Hiç olmasa onun şeklini görsən, yoxma gələn tanıyım. Gedək axıllı balam. Sənin burada nə işin var? Bildim ki, Şahnaz xala yoxdur. Ona görə gəldim səninlə söhbət edeyim. Sənə dedim ki, bir də mənim gözümə görsənmə. Bir də buralarda görünmə eşitdin? Rəna, Əlbi çək. Bırax qapını. Bağışla, ayağım altına baxmadım, ona görə oldu. Körsən? Ayağımın altına bax da yeriyəndə. Öküz. Düz desin, öküzəm. Oğlum sənin burada nə işin var? Sənə deməmişəm ki, ora getmək olmaz. Sənə deməmişəm ki, heç yerə çıxma.
kimi idi? Sənə aid olmayan şeylərə qarışma. Otur yerində. Yavaş ol da. Öküz. Mən də Qədir. Fərid. 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 Murat, gel bura tez elə. Tez. Alo, həkim salam. Həkim Fəridin halı çox pisdir. Şahnaz xanım da Türkiyədədir. Tez gəlin. Yox, mən sizi gözləyirəm, tez gəlin. Yaxşı. O necədir həkim? Narahat olma, indi durumu stabildir. O burada çox qalacaq? Yox, birazdan palataya köçürüləcək. Əslində onun bu durumu yaxşılığa doğrudur. Ümid eləyək ki, bununla da Fəridin səhhətində böyük irəliləyişlər olacaq. Çox sağ olun.
gəldim. Elə pis olmuşam ki, elə bildim ki, Fərid ölüb. Mən elə demək istəmirdim. Mənə heç maraqlı deyilsən nə demək istəyirdin. Nə gəlmisən, nə var? Mən fikirləşdim ki... Mənə heç maraqlı da deyilsən nə fikirləşdin. Bax, necə gəlmisən, elə çıx, get. Get. Nə gəlmisən? Mən Nə mən, nə? Sən etməmişəm ki, mən onun yerdə görsəm mən. Nə gəlmisən? Mən getdim sizə, dedilər ki, siz buradasınız. Çox nahaq yerə. Sənə demişəm ki, mən olan yerə gəlmə, mən olan yerdə görsəm mən. Mən sən necə istəyirsən? Mən heç maraqlı deyilsən, nə istəyirəm. Çıx get. Çıx get. Baban dedi ki, Fəridi bura gətiriblər. Ona görə də mən gəldim. Çox nahaq yerə, çox səhv elədin ki, gəldim. Mən səni keçən dəfə dedim ki, səni görmək istəmirəm. Çıx get. Çıx get. Söhbət tək qalmışdı. Dedim birdən İTB-yə gətirdim ona görə yanınıza. Çox sağ olun, minnətdaram. Dəyməz xanım, poçta nə deməkdir? Sağ olun. Sağ ol. Soyuq olmadı ki sənə. Rəna, sən nə indi? Heç. Sevirsən onu? Yox. Onu? Yox. Ürəkli ol. Mən sənə kömək eləyəcəm. Mən onu... Heç, mənim də ondan xoşum gəlmir. İstəyirəm ki, rədd olub getsin Fərdin həyatından. Ana, Haycan oğlum. su istəyirəm. Su istəyirsən? Yaxşı. Tək otura bilərsən? Bax, amma heç yerə getmə, yaxşı? Gətirirəm indi. Narahat olma. Mən sənə kömək eləyəcəm. Elə eləyəcəm ki, o ifritə Rəna sənin olsun. Görüşəcəyik. Sənin də rədd olub getmək vaxtın çatdı, Rəna.
Bala, nə şirin oğlansan sən belə? Adın nədir sənin? Murat. Can, neçə yaşın var Murad? 5. Atabın adı nədir? Rəna. Fəridə? Sən burada nə edirsən? Mən... Fərid... Fərid nə? Fəridi gətirmişəm bu xəstəxanaya. Rəna, sən nə danışırsan? Siz bir neçə il bundan əvvəl ayrılmadınız? Necədir Fəridə baxıram? Nə deməkdir bu? Fəridə iş ondadır ki, mən qəzetdə iş elanı axtarırdım. Təsadüfən oldu. Ona rast gəldim. Bəs xalam? Xalam bilir hər şeyi. Yox, heç nəyi bilmir. Neçə vaxt istəyirdim ki, danışım, amma alınmadı. Rəna, sən nə danışırsan axı? Sən heç bilirsən xalam bilsən olacaq? Sən başa düşürsən nə eləmisən? Sən ailə qurmamısan? Rəna, düzün denə. Fəridə hələ də sevirsən, hə? Hər şey aydındır. Bizim oğlumuz var. 5 yaşında. Oğlunuz var? Fərid bilir bunu? Yox. Hay Allah. Xalam. Gəlməməlidir. Bəs ailən? Anamla atam rəhmətə gedib. Qardaşım isə bu yaxınlarda türmədən çıxıb. Fəridi axtarır. Fəridi niyə? Öldürmək üçün. Yaxşı. Mən hər şeyi həll edəcəm. Yaxşı. Mən hər şeyi yoluna qoyacağam. Salam Qədir. Mənlə məzbərsiniz ha? Neçə dəfədir Fəridin ev ünvanını vermişsiniz, getmişəm səhv çıxır. Qədir, mən səhv ünvan vermirəm. Sadəcə olaraq sən gedirsən, o da boş çıxır. Mən getməmişdən qabaq ged özün bax ki, boş çıxmasın. Ay Qədir! Sənə xəbərin yoxdur ki, Fəridi xəstəxanaya aparıblar. Nə xəstəxana? Keçən dəfə halı pisləşib xəstəxanaya aparıblar.
Hansı xəstəxanadır? Medilux'a. İnanmırsan get bax. Dünən özüm yoxlamışam. Bax da. Bu dəfə də xəstəxanada olmasa, ondan sonra özün görürsün. Bu indi məndən qışqa-qışqa danışsan ha. Orada olmasa bunu yedizləyəcəm sənə. İşte. Mən başa düşə bilmirəm. Bu müddət ərzində sən bir xəstəni sağalda bilmirsən? Fərdə xanım, biz əlimizdən gələn eləyirik. Əlindən gələn eləyir. Onda bundan sonra zəhmət olmasa, əlindən gəlməyənləri də eləyəcəksən. İcazənizlə mən gedim. Get. Fərid müəllim müayinə edib palataya çıxarmalıyım. Həkim məni Fərdi necədir, ayılacaq? Təhlükəni artıq yerdə qoyuq. Fərdi palataya keçirəcəyik. Dediyim kimi, bu hal onun səhhətində irəliləyişlə nəticələnə bilər. Ayırma ehtimalı çoxdur. Ona görə də məsləhətdir ki, yaxınlarından bir nəfər hər an onun yanında olsun. Mən qalacam, mən. Lazım deyil, mən qalaram. Sizin qalmağınız məsləhətdir. Tembel. Dur. Yemeği hazırdı, gel. Süfre hazırda, dur. Gel. Fəridim, ürəyim. Neyinirsən? Mən də hiss elədim. Palataya yerləşdirdik. Hər şey qaydasındadır. Bəs olsa nə olur?
Çox sağ olun həkim. Sağ ol. Çox sağ olun. Ay Allah sənə şükür, ay Allah sənə şükür. Rəna, nə olur, xahiş edirəm, sən də qal Fəridin yanında. Fəridə qalaram, bəs uşaq Muradı neyniyim? Hələ ki, mən buradayam da, sən ona narahat olma. Bir tər yoluna bir qoyarıq. Sən Fəridin yanında qal, yaxşı mı? Yaxşı. Ana qurban, sən burada qal, yaxşı? Qızım, gəl yanıma. Əlimi tut. Gəl. Güney, sabahdan özüm şirkətə gələcəm. Fərid də yoxdur, aləm deyək bir-birinə indi orada. Bugün şirkətə Fərid müəllimin dostu Qədir gəlmişdi. Qədir? Qədir. Fərid müəllimin xəstəxanada olduğunu dedim. Yaxşı. Yaxşı Güney. Sən get. Oldu, mən getdim, sağ olun. Alo, Əbdül. Hardasan? Biz təcili görüşməliyik.
Moni xalça yuma mərkəzində xalçaların yuyulması 1 kvadrat metr 1 manat 50 qəpik. Telefonlar 012 409 15 15 409 20 20. Sponsor Moni xalça yuma mərkəzi.